Hörmətli izləyicilər, hal-hazırda mən sizə bir yanan variant, necə deyirlər buna, qarəşi variant, kristal apşonunda yerləşən bir mənzil təqdim edəcəm. Ümumi mənzil haqqında məlumat budur. 103 kvadrat, yəni yaşayış sahəsi, tam təmirli, qiyməti də ki 320 min manat. Bu da o deməkdir ki, yəni 1 kvadrat metrəsi gəlib çıxır 2960 manata. Halbuki, burada elə satış ofisindən siz əldə etsəz həmən bu mənzili, yəni bu tipli mənzili, bunun qiyməti qat-qat yuxarı olacaq. İndi isə mən sizə pillə-pillə bu mənzili çəkib göstərəcəm. Bu həmən mənzilin, bax belə girəcəyik. Giririk içəri. Bax. Girən kimi bax belə çox geniş, buna biz deyirik prixojaya, yəni giriş hissəsi. Gəlin qapısını bağlayın bunu, siz bax görəsiniz rahat. Bax bu bunun girişi, gördüyünüz kimi. Baxın, bax bu bir otaq, otağa daxil oluruq. Qəşəng bax buradan, bax bu cürlə mənzərə var. Yəni hər şey bu dəqiqə prosesdədir, hələ inşaat gedir. Gördüyünüz kimi lüks bir yerdir. Həmən bu otaqda bax bu cürlə sanuzel da mövcuddur. Baxın. Yəni tam şəkildə təmirli də, yəni gir, yaşa. Çıxırıq bu otaqdan, gedirik irəli. Bu İkinci otaq, yəni burada da həmən bu otaqda yenə də gördüyünüz kimi həmən mənzərə, yəni həyətə çıxan mənzərə. Amma bu hələ son deyil. Yəni buranın elə bir otağı var ki, hansının ki mənzərəsi məhz gedir çıxır göl tərəfə. Onu da mən sizə göstərəcəm. Bu buranın ən geniş otağı, qonaq otağı. Buyurun baxın. Gördüyünüz kimi qonaq otağı. Yəni tam şəkildə təmirli, həmçində kondisionerlər də, hava soyuducu sistemlər də tam şəkildə inşa olunub, hazır vəziyyətdədir. Keçirik buradan çıxırıq. Bu da bir dənə kiçik otaq, gördüyünüz kimi. Girik bura. Gördüyünüz kimi, bax belə. Burada məsələn tam şəkildə o belə rahat bir dənə divar üçün şkaf düzəldə bilərsiniz. Buradan artıq biz gəlirik, çıxırıq o mərhələyə, haradakı göl görünür. Görürsünüz, alov gülləsi və Yasamal gölü. Gəlin sizə indi buranın mətbəxini də göstərim. Mətbəx genişdir, çox geniş mətbəxi var. Görürsünüz, bax, belə. Gir yaşa da, necə deyərlər, hazır mətbəx. Bu da ki, artıq həmən bax o, yenə də gölə, alov gülləsinə gördüyünüz kimi görüntü. Görün, bir dənə mən buranı aça biləcəyəm. Açım sizə göstərim. Onu da deyim sizə ki, yayda bura sərin olur, amma düzdür, qışda soyuq. Bunu biləsiniz. Gəlin, indi bağlayayım bunu. Belə. Köhnələr. Kim bu evlə, yəni real maraqlanırsa, kim bu evi bu dəqiqə faktiki olaraq bazar qiymətindən aşağı olan qiymətə əldə etmək istəyirsə, buyursun 070 219 19 77 şəxsən mənimlə əlaqə saxlasın. Həmçində mən sizə deyim, əgər kimsə yenə, yəni bu tipdə əmlakının çəkilişini, təqdimatını və sonra mənim platformalarımda yerləşməsini istəyirsə, buyursun, yenə də müraciət etsin. Bu mənim necə deyərlər,
ilk hələ evimdir, hansını ki çəkib paylaşıram. Ola bilər bəzi məqamlarda mən səhvlər eləyim. Xahiş edirəm mənim üçün keçəsiz. Mən çalışacağam öz səhvlərimin üstündə mütəmadi olaraq işləməyə. Buyurunuz, bax, buradakı bunun əsas sanosudur. Necə deyərlər, yesinə Allah bazar versin, qəlbdən qəlbə bu qədər. Lap unutdum sizə bu həyəti təqdim eləməyə. Baxın, görün, həmən o binanın hansını ki, mən sizə təqdim elədim ha, yəni söhbət o mənzildən gedir. Baxın, görün, buranın ne cür nə gözəl həyət bacası var. Sözü gəlmişkən, həmən o bina, baxın, parmağımın mənim istiqaməti ilə olan, bax, o binadır. Gördünüz? Bu isə, bax, buranın həyəti. Fikir verin, necə gözəl həyətdir, bağlı həyətdir. Ümumiyyətlə, belə həyətləri insan görəndə tamamilə aydın olur ki, gedib o tək binalarda, o aralarda olan tək binalar var ha. Orada ev almaq məncə vallahi heç məqsədə uyğun deyil. Buraya isə bax, fikir verirsiniz, bax, uşaq meydançası 1, uşaq meydançası 2, arxa tərəfdə gördüyünüz kimi. Yəni bax, buranın bir neçə girişləri var, həm piyadə üçün, həm avtomobil vasitəsilə. Baxın, gözəl əkilmiş ağaclar, nə bilim, yaşıllıq, fontanlar. İndi təsəvvür edirsiniz ki, yayda bura necə gözəl olacaq, yazda bura necə gözəl olacaq. Və sözsüz ki, yəni bunların hamısına baxanlar var da, sizə lazım deyil burada gəlib bağbanlıq eləmək. Neysə, çox əla bir variantdır, qiyməti də əladır. Dediyim kimi, yəni real bazar qiymətindən qat-qat aşağıdır. Buyurun, gəlin, alın, can sağlığı ilə inşallah burada yaşayın. Qəlbdən qəlbə.